Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 16-sında müqəddəs taxt tacın dillər arası dialoq üzrə dikasteriyasının prefekti George Jacob Kuvakadani qəbul edib. Görüş zamanı Azərbaycanla müqəddəs taxt tac arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Qarşılıqlı səfərlərin iki tərəfli əlaqələrin genişlənməsində mühüm rol oynadığı qeyd olunub və Azərbaycanın regionlarına səfərin də əhəmiyyəti diqqətə çatdırılıb. Ölkəmizin tarixən müxtəlif din və mədəniyyətlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı multikultural məkan olduğu bir daha vurğulanıb. Qonaq tərəfindən Papa 14-cü Leonun və Vatikanın dövlət katibi Pietro Parolinin salamları dövlət başçısına çatdırılıb. Prezident İlham Əliyev isə öz salamlarını Roma Papasına və dövlət katibinə çatdırmağa xahiş edib. Söhbət zamanı Prezident İlham Əliyev Vatikana səfərini, eləcə də mərhum Papa Fransisklə görüşünü məmnunluqla xatırlayıb. Eyni zamanda Azərbaycandakı Katolik kilsəsinin fəaliyyəti və Heydər Əliyev fondu ilə müqəddəs taxt tac arasındakı əməkdaşlıq, xüsusilə mədəni irsin qorunması və dillər arası dialoqun təşviqi sahəsində görülən işlər yüksək qiymətləndirilib. Görüşün sonunda Roma Papasının Azərbaycana səfərə dəvəti ilə bağlı məktub George Jacob Kuvakadaya təqdim olunub və əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.